ağıl verin. Özünüzdən danışın, heç kimdən danışmayın. Olmaz. Böyük danışmayın. O bəziləri var ya, TikTokda açırlar, ərləri yanında, uşaqları yanında, böyük. Tərbiyəsiz qadın, heç bir qadın istəməz ki, geçsin 5 dənə, 10 dənə kişi ilə münasibət yaşasın. Həyatda elə şeylər var ki, onları çatdırmaq olmur. Onları üstəsindən gəlmək olmur. Bugünkü günü mən uşağımı bura gətirmişəm, bir 50 manat xərcim çıxacaq. Hə? Çıxacaq. 2 dənə uşaqdır da, hələ bura nədir ki, mənim görəcəm, manat gedir, nə pullar xərcləyir, 50 manat nə ulaşır. Böyük danışmaq lazımdır. Mən heç bir qadına mənə böyük danışa bilmərəm. Sən tərbiyəsizsən zatsan. Mən o qadına da hörmət eləyirəm. Əgər o anasına, uşağına çörək verirsə, atmırsa ona, mən o qadına hörmət eləyirəm. Mən arvadından boşanıb, uşağına yemək, geyim almayan maçışqa kişilərə yox, balalarına, ailəsinə görə hər şey eləyən qadınlara hörmət eləyirəm. Mənim onlara uvajat eləyirəm. Öpürəm olan əllərindən. Sağ olsunlar ki, ailələrinə atmırlar. Bir üzlərinə tüfürürlər, bir üzləri utana. Özündən əksik insanlar onlara belə baxa. Başa düşürsən? Bəzilərimiz ağzı istəyir dədir, ər ata çörəyi yiyirsiniz, böyük danışırsınız. Hamı ata ər çörəyi yemir. Amma heç kim istəməz ailəsi dağılsın. Zuzunun ailəsi dağılıb, Zuzunun əri onu kimlənsə tutub. Mənim uşaqlarımın bir dənə atası var ki, detoks. Bax, məni arıqladan səhifə budur, qızlar, detoks kofi. Bax, bu xanımdır. Takib atın, bax, sabitlənib. Bu xanıma takib atın, əlaqə nömrəsi ilə nə xəstəliyiniz varsa, İraq olsun, hamısını deyin, malina dadı verir. Mən aldığım malina dadı verir. Məni 58 kilodan elədi 50 kilo. 60 ədəddir içində. Mənim uşaqlarımın bir dənə atası var ki, mənim çox yaralarım var. Elə sözlər var ki, mənim balalarım var, mən danışa bilmirəm. Məni xəyanət üstündə tutsa, o məni, bəlkə də mən həyatda olmazdım. Başa düşdünüz? Mən çox əziyyətlər çəkmişəm, çox zülümlər. O qədər sırtıq insanam ki, mən 5 il ailəli qalmışam. Özümə belə deyirəm mən. Mən çox sırtıq insanam ki, mən çox əziyyətlər çəkmişəm. Özümdən əksik insanlar məni elə vəziyyətlərdə görüblər ki, mən utanmışam düşdüyüm vəziyyətlərə ki, gör kimlərin necə ailələri var, mən nə vəziyyətlərə düşdüm. Öz səhvimin ucbatından, öz valideynlərimə qulağı asmadığına görə qismətim beləymiş də. Bugünkü günü mənim oğlum nevroloji xəstədir. Mənim qızım bir də görürsən ki, anidən ağlayır, kövrəkdir. Çünki o mənim əziyyətimi görür. Mənim qızım mənim əziyyətimi görür. Kim də mənim üçün nədirsə, mənim qızım mənim əziyyətlərimi görür. Mən nələr çəkmişəm, onları bilir. Əgər mənim bugünkü günü atam yoxdursa, ata sözüdür, ata qayğısıdır, mən ona həsrət qalmışam da. Mənim kimi atasız qızlar heç vaxt ailələrini dağıtmırlar. İstəyir əri onu döysün, istəyir narkoman olsun, istəyir piyanist olsun, istəyir arvad kimi evdə otursun. Mən gedim işləyim, onu saxlayayım. Biz boşanmırıq. Biz atasız qızlar o qədər bədbəxtdik ki, boşanmırıq. Çünki bizim adımız bəddamdır. Biz ona görə dözürük bəzi əksik kişilərə. Amma elə şeylər var ki, adam dözə bilmir. Onlara dözə bilmirsən. Ona görə o hansısa boşanmış qadına demək lazım deyir ki, yaxşı olub boşanmışsan, nə bilim, nə olub boşanmışsan. Siz doğduqlarımız bilmirsiniz, kim olacaq, nə olacaqlar. O ata ilə, ana ilə, yankalarla böyütdüyünüz ədəli-tədəli uşağınız nə olacaq bilmirsiniz. Heç kimin vedrə bağlamayın. Mən həmişə bir kəs var, ondan danışıram. Onu mən çox sevirəm. Eyvaz var, meyxanaçı Eyvaz. Onun oğlu Akşin. Mən onu çox sevirəm. Mən onu amma tanımıram. Onun o qədər gözəl səsi var, Akşinin. O qədər gözəl səsi var. Amma baxırsan ki, başqa cür həyat yaşayıb. Çox atasızlıq ona çox çətinlik yaradıb. Onun atasına yazırlar ki, Allah sənə rəhmət eləsin. Onun oğluna deyirlər ki, küs sənin başına ki, sənin kimi övladı var o kişinin. Amma siz səhv danışırsınız. O uşaqlıqdan başına çox şeylər gəlib.
ata düzgün evdə otursa, işləyib qazansa, ana da xanım kimi övladına baxsa, heç kimin balasına heç nə olmaz. Bugünkü günü məktəbin qabağında, sigaret damağında duran az yaşlı uşaqlar var. Çoxsu boşanmış qadınların övladlarıdır. Yazıqlar neynəsinlər? Gedir işləyir, uşaq qalır öz başına, ata öz kefində, ana da zülüm çəkir. Ana ya qabı yuyur, ya xadiməçiliyi eləyir, ya hansı ölkəyə gedib işləməyə, nənə baxır, nənə yaşlı adamdır, necə nəzarət eləsin, neynəsin? Mən ona necə böyük, mən necə deyə bilərəm ki, yəssizin uşağı, neynəsin? Ana da işləməyə gedib da. Baxırsan ki, körpə uşaq, birinin əlində qəlyan, birinin əlində siqaret, balaca uşaq deyil. Balaca uşaq. O uşaq sabah bir gün narkoman olanda deyəcəklə, hayır sənin atondan, anondan ki, sənin kimi şey var, övladı var. Yox, biz hamımız vərəq doğulmuşuq bu dünyaya gəlmişik. Ağ vərəq. Mənim bugünkü günə atam olsaydı, mən mən öz əmmim oğlundan ailə qurmazdım. Mənim anam xanım kimi oturardı evdə, mənim atam işləyərdi. Məni də bəlkə də normal bir oğlan elçi gəlib mən ailə qurardım. Mən bugünkü günə TikTokda oturmazdım. Məndən əksik qadınlar mənə nələrsə deməzdilər. Nə olsun, ərləri var yanında. Belə qeyrətcə məndən əksik, yanımda əksik, keçmişcə əksik, ayağımın tozu ola bilməyən insanlar var ki, mənə çox sözlər dedilər. Mən o sözləri eşitməyərdim. Hər şeyin başında ata durur, kişi durur, kişi. Sənin ərin yaxşı oğlan olanda, sənin atan yaxşı kişi olanda, səni bu həyatda heç kim dəyə bilmir. Sən yəlsiz olanda mübarizə aparırsan bu sürtük insanlarla, sırtıqlarla. Bu sırtıqlarla da mübarizə aparana qədər abrun, həyon, kişiləşirsən də olursan bir dənə kişi. Qadınlığı itirirsən bunların əlindən. Bəli. Nə vaxta qədər o bəzi kişilər uşaqlarına aliment verməyəcək, alimenti atacaq arvadlarının, sevgililərinin boynuna, o vaxta qədər də bugünə qadınlar belə olacaqlar. Uşaqlarının əyinlərinin başlarından xəbərləri yoxdur. Ananın sevgilisi bazarlıq eləyir. Ananın sevgilisi bu birisi. Ananın dostu kartına pul atıb uşaq ələncə yerinə gedir. Ananın nə bilim şeyi filan şey eləyir. Belə şey olar. Belə dərd olar. Sonra deyir, qadın tərbiyəsizdir. Qadın neynəsin? Mən bugün Raulu bura gətirməsəydim, məni cırardı. Məni öldürərdi. Aslında Raula maraqlı deyir, mənə pul hardan gəlir. Ona maraqlı deyil. Raul məni öldürərdi. Öldürərdilər məni, mən bugün bura gəlməsəydim. Sən atan günlərini, ananım. Can Şəhəni xanım, öpürəm gözlərimizdən. Allah ölənlərimizə rəhmət etsin. Golden Röst 05. Mən hardan qazanam? Mən çəkilişlərə gedirəm, reklamlara gedirəm. Nə bilim, nəsə hədiyyə göndərirlər. Yanında kartıma pul atırlar, mən onu paylaşıram. Yemək burada verə bilmərəm axsana. Yeməyi onda orada yeməyində olmaz. Bir saatın tamam olsun gələm. Bir saatın tamam olsun gələm. Olmaz əslində. Hə, suyu gələm. Taksili eləyirsən? Yox, hardan taksili eləyirəm? Taksi şeyim yoxdur ki mən. Əvvəllər bir-iki də uşaq aparıb gətirirdim. Ondan sonra da alınmadı, olmadı. Nə bilməyim, yaxşılar. Anam kömək eləyir,
sağ olsam. Utanam da, anamdan da utanam. Eşeği boyda qızam, anam mənə kömək edir. İşləyə bilmirəm də, mənim oğlum o qədər dəcəldir ki, o özünü yaxşı aparmır. Yaxşı aparsa gedib işləyərəm. Prosta bilirsiniz necədir? Mən gecə yatmıram. Gecə gedim harda gedim işləyim. Getsəm klublarda işləsəm, DJ ilə ücret pozğunçuluğa başlayıb. Getsəm orada nə bilim, nəsə bir işdə işləsəm, gecə DJ ilə tərbiyəsizdir də, qızışıb ücret bu da. Uşaqlarını atır, gedir qızışıb. Harda geymişliyim, neyini? Pekarnı da bacı mən işləyə bilmərəm, belə böyük danışmaq çıxmazsın. Mən çörək bilmirəm axı, geyim harda işləyim? Mən çörək pişirə bilmirəm, harda gedim işləyim? Hə, mağazalara, reklamlara gedərəm, geyim dükanlardan gedərəm. Qoy da qırağa ora. Hə, belə amma ki, gecə ancaq klublardır, gecə restoranlardır. Hə, nə bilim. O da ki, nə bilim. Çörək pişirə bilmirəm mən. Amma pişirə bilsəm işləyərəm, niyə işləmirəm ki? Niyə işləmir, işləyərəm. Axıran axşam işləyə bilərəm də. Bax, məsələn, 11-də uşaqlarım yatır. Vallahi öpürəm səni, vıhı. Vıhı, öpürəm səni. Əvvəllər, indi yox. Xoster işte. Xoster nə deməkdir? Xoster nədir? Axıran. Adam qarşılayan, qonaqları qarşılayan. Sürücülüyü mən avtoş kimi sürürəm. Mən kimə nə öyrədim? Dəli kimi sürürəm mən. Az oteldə necə işləyim? Deyərlər ki, başlayıb bu da. Mən necə axşam işləyim? Amma işləyə bilərəm mən oteldə. Prosta elə oteldə işləməliyəm ki, bir ortalığa çıxan oteldə. Biabır eləyib qoyarlar. Mənə çəkərlər o oteldə resepsiyonun qabağında. Ölüb yerə girərəm, çəksinlər məni biabır olub. Sizin mağazinə reklama gəlim. Sizin mağazini mən tanımıram axı. Sizin mağazini mən tanımıram, bilmirəm axı. Siz mağazinimizə şeyinə mənə yazın, Instagramda profil şəklimin altında link var. Vizajist zat öyrənməyə mənim səbrim nə gəzir. Mən gözəl paltar dizayn eləyirəm. Nə deyirlər ona? Qəşəng bilsellər düzürəm. Prosta o şeyləri gedib tam öyrənməliyəm. Onu da uşaqlar saat 11-də yatır. Mən axşam yata bilmirəm. Otururam evdə. Məsələn, gedib işləyə bilərəm. Prosta harda gedim işləyəm. Anam baxır, mənim 32 yaşım var. Mənim anadan pul alan yaşım deyir. Eşşək boydayam mən. Eyib deyir mən üçün, mən anama deyim ki, mənə pul verir. Mənə pul verir ki, daha onsuz reklamlarda da göstərirlər. Qırxan alın, paket alın. Nə biləm, bırnımın fıttığı axır, dərman alın. Eşşək boydayam mən. 32 yaşım var, mən anaya pul verməliyəm ki, Allah nəsə lazımdır eləmə. Eşşək boyda bu ev anama deyir. Mən maşın sürücüyəm, anam benzin vurucu. Yiyib daxı. Anam işləyir ya. Aktrisa ol günən, az edirəm. Az bu qızdan xoşum gəlmir, az rədd olsun. Bu mənə peyka atır. Zəhləm gedir bu qızdan. Mən ancaq axşam, Angel xanım, axşam ancaq mən işləyə bilərəm. Uşaqlar yatanda 11-dən sonra. 11-dən 7-yə qədər. Aktrisayam, amma mənim elə dostum, tanışım yoxdur axı, mənə harasa çıxartsın. Mənim o istedadım var, o səsim var, o senari beynimdə qura bilirəm, hazır cavabam. Amma ki, mənim hansısa pilləyə getməyimə görə mənim dostum, tanışım, yaxşı pulum olmalıdır. Eləməyin. Ona görə mənim o imkanım yoxdur, mənim o çevrəm, dostum yoxdur ki, kimlərəsə zəng elətdirim.
Komedixanaya, hə, amma komedixanada mənim dostum yoxdur axı. Kimə zəng edeyim ki, məni ora çağıran? Ay, mən neyim? Can Çiniş, öpür səni. Komik aktrisa ola bilərəm, bəli. Geyim reklamı, mən biraz utancağam. Utancağam mən. Mənə belə gic-gic danışmağıma baxma, mən utancağam. Mən bir dənə videonu 30 dəfəyə çəkirəm. 30 dəfəyə. Nə yapsam? Baxsayıq, yan bir dənə bu çay töküm. Ciğərim yanır, gözdə bir dənə çay töküm. Baxsayıq, heç kim yox. Utandı, aktrisalıqda mən bəzənib düzənib aktrisalıq eləmirəm. Siz hansı mənim canlı yayımımda görmüsən ki, mən özümə qəşəng geyinib, gözəl geyinib orada hansısa kaydı paylaşmışam. Ya başım belədir, ya gözüm belədir, ya paltarım belədir. Mən sərbəstəm, rahatam. Amma mən hansısa paltarı geyinim, gedim o başa gəlim, başa dalımı görsədim, belə eləyim, elə o istedadım yoxdur mən, başa düşürsən. Onu bacarmıram, utanıram da, başa düşürsən. Adamın gəlir sifəti öyrəşsin, üzün öyrəşəndə düzəlirsən. Gəlir üzüm öyrəşsin. Üzüm hələ öyrəşməyib bax. Aktris ola bilərəm. Məni rahatdır. Mən beynimdə 2 dəqiqə senari düzəldirəm, qoyuram. Amma modellik eləməyəm, üzüm öyrəşməyib bax. Sevgilim var, mənə belə suallar vermək xoşlamıram. Mən bu suallara heç vaxt cavab verməmişəm. Mənim həyatımda kim var, kim yoxdur. Gəlirim hardandır? Gəlirim çəkilişlərə sonra gedirəm. Reklam götürürəm, oradan pul götürürəm. Rəhmə ingilisinə qoymuşam, hazırlığın pulunu verəm. Uşaqlar həftədə bir dəfə, 2 həftədən bir pulun onunda gəzməyə aparam. Amma mən canını açıb kart qoyub, mən heç vaxt xoşlamıram şeylər. Özümə yaraşırmır. Aliment alırsan, yo. Almıram. Alimenti ləğv eləmişəm. Rəhiməyə görə. Rəhiməyə görə ləğv eləmişəm. Niye? Çünkü onun atasına bir şey olsa mən rəhməyə itirə bilərəm. Ona görə ləğv eləmişəm. Alimət yığılıb qalanda bəs atanı tuturlar axı. Mənim qızım atasını çox istəyir. Yox, mən elə insan deyiləm. Atasına bir dəfə nakazat eləmişəm. Bircə dəfə onun atasını nakazat eləmişəm. Ona bildirmişəm ki, nə edirsən elə, evlatlarımı unutma. Atanın varlığı evlad üçün böyük bir şeydir. Sənin atan piyanistka da olsa, sənin ona ihtiyacın var. Adamın ehtiyacı olan vaxtı olur. Sənin atan tində narkomanlıqda eləsə, sənin ona ehtiyacın olur. Başa düşürsən, nə olur olsun. Ona görə də mən təzə ayrılıb gələndə o necə olur? Ola bilsin sizin ürəyinizdə əli rəhmi yoxdur da, ata hissləri yoxdur, mən niyə bilərəm? Valideynə ehtiyacın olur və onu da deyim sizə ki, mən yoldaşımla ayrılanda atası onları axtarmırdı. Atası onu axtarmırdı. Bir gün mən mamam statuslara baxanda gördü ki, atası qızla zadla video filan paylaşır. Rəhimə pis oldu.
ürəyimə pis oldu, əsəbləşdim mən. Mənə də ki, mənim uşaqlarıma dəymək olmaz. Mənim övladlarımın göz yaşı mənim üçün, nə bilim, mənim yıxılmağım deməkdir. Mənim qızım neçə gün yatanda ağladı. Ki biz bir ildə yaxındır ki, biz atamızdan ayrı qalırıq. Atamız başqa insanla şəkil çəkir.